Davam edirik. Bu dərsimizdə giriş quruluş və tamamlayıcı quruluşdan demişdik, danışacağıq. Başlayaq giriş quruluşdan. Giriş quruluş iki cür olur. Bir, çox kiçik. Bu nə ola bilər? Bir səsdən ibarət ola bilər, ya bir akorddan ibarət ola bilər. Siqnal, submotiv, motiv ola bilər. Kiçik bir melodik fraz ola bilər. Ən çox, yəni frazaya qədər. Kiçik şəkildə olur, kiçik quruluş. Bir də nisbətən böyük, yəni cümlə formasında. Tematik cəhətdən aydın olur, inkişaflı olur, müstəqil və ya formanın materialı əsasında qurulan giriş. Yəni daha böyük, frazadan daha böyük. Belə sadə dildə desəm, çox kiçik giriş quruluşu var, bir də nisbətən böyük giriş quruluşu olur. İki cür. Qısa girişlər nə edir? Yəni bunların vəzifəsi nə olur, funksiyası nə olur? Bunlar bir növ formanın tanallığını verir. Ya hazırlayır ona, ya tempə hazırlayır. Tempinin sürətini göstərir. Bu da nəyə görədir? Yadınızdadırsa sizə demişdik, period forması mahnı və rəqs janrlarında yaranıb ilk dəfə. Yəni belə olduğu ehtimal olunur 15-16-cı əsrlərdə. Və adətən mahnılar üçün, vokal janrlar üçün bunlar bu period forması daha xarakterikdir, həmçinin rəqslər üçün. Və burada həm səs sənətçisinə, yəni müğənniyə, həmçinin rəqqasa tempi göstərir, tanallığı göstərir, ona hazırlayır. Siqnalın mahiyyətini biz nədə demişdik? Yadınızdadırsa siqnallardan bəhs edəndə demişdik, insanları əsərə hazırlayır. Yəni bu kiçik birinci növ olan girişin, giriş quruluşlarının əsas funksiyası, mahiyyəti, vəzifəsi budur. Sadəcə vokalda istifadə olunmur, vokal musiqi üçün yox, instrumental musiqidə də giriş quruluşlar olur, həm birinci növ, həm ikinci növ. Yəni ya qısa, ya uzun şəkildə mümkündür. Bəzi hallarda da əsas hissə ilə təzadlıq təşkil edir. Girişlər, unutmadan deyim, formanı daha da zənginləşdirir, formaya tamlıq verir, bitkinlik verir. Həmçinin tamamlayıcı quruluşlar da elədir. Schubertin Məmnunluq adlı əsər var, vokal əsərdir. Buna qulaq asaq. Davamını yazmamışam. Ehtiyacı yoxdur. Bizə lazım olan hissə burada, giriş. Bu bir vokal əsərdir. Sözlərini yazmamışam. Əslində burada sözləri var, yəni. Buranı vokalist oxuyur. O oxuyana qədər görürsünüz burada neçə xanədir? 12 xanəlik giriş verib. Bu bir perioddur. 2 cümlədən ibarətdir. Soruşa bilərsiniz ki, cümlələri necə ayırd edirik burada? Çünki aydın bir sezora yoxdur, açığı melodiyaya baxırıq, hamısı eyni şey demək olar. Periodluq var burada. Bax, bu bir dənə motivdir. Həmişə təkrar olur. Bir dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə, 3 dəfə təkrar olur. Ondan sonra sekvensiyalarla hərəkət edir. Amma burada bizdə bir dominanta var, bir sezoramız var. 3 dəfə eyni şey olduğu kimi təkrar olur, sonra dominanta var. Yəni burada bizim bir sezoramız var. Və ondan sonra gəlir tonikaya. 2 cümlədən ibarət period. Bura bir düzəliş eləyək. Cümlə və nadir hallarda period. Belə girişlər əsas tanallıqda yazılır. Səbəb də odur ki, vokalisti tanallığa hazırlasın. Cümlə halında olur adətən, amma bəzi hallarda da belə period halında olur. Bir neçə nümunələrə baxaq, görək bizdə harda giriş var. Bax, bundan əvvəlki dərsimizdə baxdığımız prelüd öz elə girişlə başlayır əslində. Bu bir girişdir. Burada kiçik bir giriş var. Ritmik girişdir. Mendelssohn'un Sözsüz Mahnılar əsərində baxın, burada da bir giriş var. Diqqət edirsinizsə, sözsüz mahnı var. Bu sanki bir vokal əsərdir, sanki. Oxunmur, düzdür, instrumental əsərdir. Amma belə bil vokalisti həm əsərin tempinə, həm də tanalına kiçik bir hazırlıq var, giriş var. Burada da var 2 xanəlik bir giriş. Ən azından tempi göstərir, ən azından əsərin tempini, minorda olduğunu biz hiss edirik, yəni bizi köklür əsərə. Başqa? Bunlar giriş deyil. Bax, xanə xaricində olanları giriş hesab eləmirik. Bu melodiyanın bir parçasıdır. Tamam mı? Bayaq burada gördüm bir neçəsini. Bax, məsələn, burada xanə xaricindən başlayır, xanə xaricindən başlayır. Bunlar melodiyanın hissəsi deyil. Hər gördüyünüz xanə xaricini giriş hesab eləmək düzgün deyil. Bu göstərdiklərim, məsələn, melodiyanın
tərkib hissəsi deyil, ön hazırlıqdır, hiss olunur. Bax, melodiya burada başlayır, yəni mövzu. Amma bu ön hazırlıqdır. Giriş budur. Məsələn, bu da sadəcə giriş funksiyası yerinə yetirir. Mövzu özü, cümlə özü buradan başlayır. Amma bu melodiyanın bir parçasıdır. Bax, bu giriş sayıla bilər. Çünki baxırıq burada ikinci cümləmiz də bu intervalla başlayır, böyük notla. Yəni buradan başlayır. Bax, tək səsdən ibarət bir giriş. Bu da giriş deyil, melodiyanın parçasıdır. Onsuz da legato özü göstərir. Məsələn, bura baxın. Burada da həmin vəziyyət var. Bura baxaq, görək burada nədir. Yox, melodiyanın tərkibidir. Çünki burada da var. Giriş deyil. Bura baxaq. Burada giriş var, bəli. 2 xanəli giriş var. Həm əsərin intonasiyasıdır bu. Bax, bu balaca submotiv. Həm əsərin intonasiyasıdır, həm də giriş xarakteri daşıyır, giriş vəzifəsi görür. İntonasiyada baxın, demək olar ki, əsər boyu gedir, ya aşağıda gedir, ya yuxarıda gedir, ya ikisində bir arada gedir. Gedir. Burada şəkil dəyişmiş haldadır biraz. Bu əsərə qayıdacağıq. Gələn dərs bundan bəhs edəcəm, sizə bunu göstərəcəm. Bax, burada giriş var. Mövzu burada başlayır. Yəni cümlə burada başlayır, amma ön girişi var. Bax, bu əsərə də birazdan baxarıq. Giriş var, amma başqa bir şey də var deyəcəm. Baxaq bura. Ertələməyək, elə indi baxaq. Bəzi nüanslar var, onları sizə deyim. Hansı nüanslardır? Bəzi hallarda giriş periodun hər cümləsinin əvvəlində olur. Bax, bu birinci cümlənin əvvəlindəki bu giriş var. Baxın, bu giriş o biri cümlələrin də əvvəlinə rast gəlinir. Uzun və ya qısa şəkildə. İkinci cümlə burada başlayır, düzdür? Bax, həmin giriş burada da var. Yarım xanə. Ondan sonra baxın, üçüncü cümlənin əvvəlində də var. Bura baxmayın, bu giriş deyil. Təbii ki, sonda giriş ola bilməz, deyilmi? Hər cümlənin əvvəlində ola bilər. Göstərdiyim kimi burada var, burada var, burada var. Bax, bəzi hallarda isə periodun əvvəlindəki giriş bir də periodun sonunda verilir, təkrar kimi. Belə olanda şərti olaraq belə periodlara biz reprizli period deyəcəyik. Sizə nümunə göstərim, bunu tamamlayıcı quruluşlarda da yenə verəcəm, bu nümunəni göstərəcəm. Bax, bu əsər. Qulaq asaq. Bax, bu giriş. Diqqət. Bu tanış gəldimi? Bax, əvvəldəki quruluşdur. Giriş quruluşu. Buydu. Əvvəldəkini axırda bir də verdi. Sanki bir reprizlik yaradır, təkrara qayıdır və adətən proqramlı əsərlərdə olur, adı olan əsərlərdə. Bu əsərə bir də deyirəm, tamamlayıcını izah eləyəndə bir də qayıdacaq. Giriş bu qədər olsun, baxaq indi görək bizim tamamlayıcı quruluşlarımız necə olur, o nədir, vəzifəsi nədir, funksiyası nədir, nə olanda biz ona tamamlayıcı deyirik. Qısa şəkildə belə deyim. Əvvəla onu deyim ki, tamamlayıcı hissə həm instrumental, həm də vokal musiqisi üçün xarakterikdir. Son tamamlayıcı adətən instrumental musiqi şəklində olur. Tamamlayıcı quruluş da həm əlavə şəklində olur, qısa əlavə şəklində, həm də uzun şəkildə ola bilər. Cümlə və yaxud ən kiçik halda fraza şəklində. Bəzən bir period şəklində də olur. Bax, bu uzun olan növü, tamamlayıcının uzun olan növü. Əsas hissələrin giriş materialına, nadir hallarda da müstəqil materiala əsaslanır. Ya cümlələrdən hər hansı birinə əsaslanır, onların materialına, melodiyasına, submotivinə, motivinə və yaxud frazasına. Ya da yeni müstəqil materialı var onda.
inkişaflı tematik cəhətdən əhəmiyyət daşıyır. Tamamlayıcı quruluşun bu uzun növü. Bu əlavə şəklində olan növ adi əlavədən seçilmir. Biz bilirik artıq əlavə nədir. Kadensiya bitir, fikir bitir, tonikaya gəlirik, amma tonikadan sonra bir quyruq olur. Bax, bu bizim bu tamamlayıcı quruluşun əlavə şəklində olanı normal əlavədən elə də fərqlənmir. Amma bu ikinci, dediyim kimi, həm ölçü etibarilə, həm tematizmlə fərqlənir. Tematizmi ilə. Əslində hər ikisinin vəzifəsi əsas tonallıq və tonikanın möhkəmlənməsinə istiqamətlənir. Yəni vəzifələri tonikanın möhkəmləndirilməsidir. Bax, bu əsərdə bayaq nə görmüşdük biz? Bu giriş hissə sonda yenə verilirdi. Buna tamamlayıcı deyilir artıq. Baxmayaraq ki, əvvəldəkindən demək olar eynidir. Amma burada bunun vəzifəsi, funksiyası girişdir, amma sondakı tamamlayıcıdır. Gəlin nümunələrdən tamamlayıcı tapaq biraz, görək tapa bilirik. Əlavələri izah edəndə bu əsərə baxmışdıq. Buna baxaq bir də. Bax, bu əlavədir. Bu əlavənin bu qədərini götürsək, məsələn, burada da tonikaya düşür. O bir də təkrar olunur. Buna da tamamlayıcı hissə deyə bilərik, quruluş, tamamlayıcı quruluş deyə bilərik. Bir daha deyirəm, fikir onsuz da burada bitir, kadensiya bitir. Burası əlavədir. Burada bir daha tonikaya gəlir. Amma bu yetmir, bir dəfə də verir. Bax, bu artıq tamamlayıcıdır. Ümumi hamısı əlavədir. Amma mahiyyət etibarilə burasına tamamlayıcı deyə bilərik. Bənzər hal patetikdə də var, üçüncü hissədə. Birinci cümlə, ikinci cümlə və onun əlavəsi. İkinci cümlədən qulaq asaq ya da başdan qulaq asaq. Bax, əlavədir. Yadınızdadırsa, mən demişdim ki, burada 2 qat əlavə var. Bax, bu bir əlavədir. Bu geri qalanını da biz tamamlayıcı quruluş olaraq işarətləyək getsin. Demək, birinci cümlə, ikinci cümlə, ikinci cümlənin əlavəsi və tamamlayıcı. Məncə bu giriş və tamamlayıcı mövzusunu da qapata bilərik. Son olaraq qurma mürəkkəb periodlardan danışaq. Bu periodların içində də bir dənə 3 hissəli period var, alt növ kimi. Bunları da izah edeyim sizə. Növbəti dərsimizə keçək.